Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza xoş gəlmisiniz. Mətbəximizdə qış hazırlığıdır. Lavaşana turşu hazırlayırıq. Keçən il qırmızı alçadan lavaşana turşu hazırlamışdıq. Onu sizinlə də paylaşmışıq, kanalımızda var. Maraqlananlar ona baxa bilərlər. Videonun açıqlama hissəsində həmin videonun linkini paylaşacağam. Bu günləri dəymiş yaşıl alçadan hazırlayırıq. Lavaşana turşunu daha çox uşaqlar sevirlər, aldırırlar. Lakin satışda alanda bilmirik, onu nə şəraitdə qurudublar, hansı meyvəni yuyublar, yumayıblar, hansı qablardan istifadə ediblər, həm bişirəndə, həm qurudanda, nə şəraitdə qurudublar. Bunları bilmirik. Lakin özümüz hazırlayanda daha təmiz meyvəni yuyuruq, yaxşı şəraitdə quruduruq, yaxşı qablardan istifadə edib onu bişiririk, quruduruq. Ona görə daha arxayın oluruq. Həm də satışa nisbətən özümüz hazırladığımız daha sərfəli olur. Həm də lavaşana turşudan mətbəximizdə müxtəlif yeməklərin hazırlanmasında istifadə edə bilərik. Birinci alçaları axar suyun altında təmiz-təmiz yuyuruq. Götürdüyüm alçaların bir hissəsini, daha irilərini, daha gözəllərini seçdim, ayırdım, onları qurudacağam. Qalan meyvəni bir qazanın içərisinə tökürəm. Burada 2 kilogram meyve var. Ocağın üzerine koymuşam. Gazı vam açıram. İstəsəniz içərisinə bir 50 qram su tökə bilərsiniz, amma tökməsəniz də olar. Mən tökmürəm. Vam odda qoyuram. Arada gedib gəlib taxta qaşına qarışdırıram ki, meyvələr yumşalsın, özü su salacaq. 5 dəqiqə müddət keçib, artıq görürsünüz sulanır. Görürsünüz dibində bir qədər suyu var. Mən də onu çevirirəm. Əzilir alçalar. Qarışdırandan sonra yenə də qapağını bağlayırıq. Belə həmin dərəcədə altın qazını artırmırıq. Qoyuruq ki, bir qədər də suyu artsın. 10 dəqiqədə keçdi. Görürsünüz suyu artıb. Yenə də qarışdırıram. Ve qapağını bağlayıram. Biraz da suyu artsın. Bir qədər də vaxt keçdi. Gördüyünüz kimi meyvələrin üzünə qədər su çıxıb. Bundan sonra biz onun qapağını bağlamırıq. Qapağı açıq vəziyyətdə, ağzı açıq vəziyyətdə bişir. Gördüyünüz kimi meyvələr hələ bərkdir, tumundan ayrılmayıb. Bir qədər də qoyuruq. Qazı biraz artırmışam. Altın qazını. Baxın, bu dərəcədə qazı açıram və yavaş-yavaş bişəcək. Həm meyvələr yumşalacaq, həm də suyu çəkiləcək. Bir qədər də ağzı açıq vəziyyətdə qaynayıb, üzərinə çıxan köpükləri yığıb atırıq. Yığmaya da bilərsiniz. Və bu vəziyyətdə qalır, bişir. Hələ bütün meyvələr bişməyib, yumşalmayıb. Biz onu arada çeviririk, qarışdırırıq ki, bütün meyvələr eyni dərəcədə bişsin. Artıq gördüyünüz kimi bütün meyvələr yumşalıb, bişib, əziliblər. İndi biz qazı alırıq, söndürürük ocağı. Qalır soyuyor, tam soymalıdır. Soyandan sonra onu aşüzəndən keçiririk. Aşüzənin altına bir ləyən qoymuşuq. Bir qədər tökürük, xırda-xırda töküb aşüzəndən keçiririk, qabıqlarından və tumlarından təmizləyirik.
formada aş süzəndən keçirdirik. Və pire şəklində aş süzənin altındakı ləyənə tökülür. Baxın, gördüyünüz kimi. Bu qaydada biz qurtarana qədər bu prosesi davam etdiririk. Artıq mən qurtarmışam. Baxın, gördüyünüz kimi aş süzəndən keçirdəndən sonra aş süzəndə tumları və bir də qabıqları qalır. Bunlar artıq tullantıdır. Spatula ilə aş süzənin altını təmizləyirik. Keçirdəndən sonra ləyəndən yenidən qazanın içərisinə boşaldırıq. Qazanın içərisinə boşaldandan sonra yenidən ocağın üzərinə qoyuram. Qazı bir qədər açıram. Və nəzarət altında qarışdıra-qarışdıra bir qədər qatılaşdırıram. Bu mərhələdə siz onun dadına baxın. Əgər meyvəniz turşdursa, bir qədər ona şəkər tozu, duz əlavə edə bilərsiniz. Yəni zövqünüzə görə. Bu zövqə bağlıdır. Yox, əgər meyvənizin dadı siqani edirsə, turşa şirindir, dadlıdırsa, mənim meyvəm dadlıdır, turşa şirindir, turş deyil. Ona görə mən nə duz əlavə edəcəyəm, nə də şəkər tozu. Yəni, burada şəkər tozu, duz vacib deyil. Qatılması şərt deyil. Şəkər tozunu və duzu ancaq dadlandırmaq üçün əlavə edirik. Bu formada nəzarət altında qarışdıra-qarışdıra qatılaşdırırıq ki, qazanın dibinə yapışıb yanmasın. Artıq hazırdır, lazım olan qədər qatılaşıb. Mən də onu göstərmək istəyirəm, o nə dərəcədə qaynayır. Baxın, bu dərəcədə. Mən qazı bir qədər çox açmışam. Vaxtım olduğuna görə qarışdıra-qarışdıra tez hazır olmağını gözləyirəm, tez qatılaşmağını gözləyirəm. Əgər sizin vaxtınız yoxdursa, mətbəxdə başqa işləriniz varsa, bu baxır sizin qazanınızın qalınlığına. Əgər qazanınız nazikdirsə, həm qazı vam açın, həm də altına bir dəmir qoyun, baxın da. Çox bərk qaynamasın. Qaynasa, bərk qaynasa, qaynayanda gərək daima qarışdırasınız ki, dibinə hazır olun. Mən əlimi saxlamadan daima qazanın hər tərəfini bir taxta qaşıqla qarışdırıram ki, heç bir yerə yapışmasın. Baxın, bu formada mən qarışdıra-qarışdıra onu bir qədər qatılaşdırdım. Artıq hazırdır. Ocağı söndürürəm və götürürəm. Lavaşana turşunu biz həm sobanın məcmeyisində, həm də burada məcmeylərdə hazırlayacaq. Buna görə həmin məcmeyləri, həm sobanın tavasını, həm də məcmeyləri yağlayırıq. Bitki yağı ilə yağladıq. Sonra içərisinə hazırladığımız turşudan tökürük. Yəni çox qalın eləmirik. Nazik. Baxın, bu formada hər tərəfinə yayırıq. Sobanın tavasını hərəkət elətdiririk ki, hər tərəfinə bərabər səviyyədə yayılsın. Bir qədər masanın üzərinə vururuq, silkələyirik ki, hər tərəfə bərabər yayılsın. Və bir kənara qoyuruq. Və başqa məcmeylərə də eyni qaydada yağlayırıq. Yəni sizdə əlinizdə nə varsa,
Yəni, onun içərisində hazır eləyə bilərsiniz. Və yenə tökürük. Və hər tərəfinə, baxın, bu formada bərabər yayırıq. Bunu havalanan yerdə, otaq havalı olmalıdır, gün düşən otaq olmalıdır. Havası şəraitdə qurutsanız kif atar. Ona görə bu vəziyyətdə quruduq. Günəşin altında da qurutmaq olar, amma biz yol kənarında olduğundan, Bakı küləklər şəhəridir. Tez-tez küləklər olduğundan toz torpaq olur. Həm də maşınların tüstüsü. Ona görə də biz bunu otaqda quruduruq. Yəni otaqda da qurutmaq olar, ancaq günün altında daha tez quruyur. Bu vəziyyətdə qalır, quruyur. Mən burada qırmızı alçadanı da hazırlamışam, gördüyünüz kimi. O da hələ təzə hazırlamışam, qurumayıb. Mən bəzən bunu belə hazırlayıram, bir qədər quruyur, sonra üzərinə nazik bir, sıx bir toxunma olan parça salıram və hava sakit olanda bir qədər günəşin altına qoyuram. Mən indi bundan qabaq hazırladığım lavaşana turşuları sizə göstərmək istəyirəm. Gördüyünüz kimi mən onu adi pindiyin paketdir, onun içərisinə açıram bir neçə paket. Əgər iridirsə, bir-birinin yanına qoyuram və baxın paketin içərisinə belə gördüyünüz kimi çox elastik idi. Belə çıxarıb istifadə etmək olar. Gördüyünüz kimi nazikliyini görürsünüz. Çox elastik idi. Dadlı olur. Mətbəxdə müxtəlif yeməklərini hazırlamaq üçün istifadə etmək olar. Baxın, burada mən bunları hərəsini ayrı-ayrı meyvələrdən eləmişəm. Həm gavaldan eləmişəm, həm də alça, müxtəlif qırmızı alçadan, sarı alçadan, yaşıl alçadan. Bu qaydada elastikdir. Yəni onu demək istəyirəm ki, çox qurumur. Bu vəziyyətdə onu dairdə saxlamaq olar. Quru sərin yerdə saxlamaq olar. Ancaq mən istilər keçənə qədər onu soyuducuda saxlayıram. Sonra çıxarıb elə otaq şəraitində qoyuram. Mən də onları sizə göstərdim. Ancaq buna vaxt tələb olunur. 3-4 günə quruyacaq. Onu mən çox gözləmək istəmirəm. Ona görə çox rahatlıqla quruyacaq və qablardan rahatlıqla ayrılacaq. Yəni onu göstərməyə ehtiyac yoxdur. Mən keçən paylaşdığım qırmızı alçanın qurudulması videosunda, lavaşanın hazırlaması videosunda onu sizə göstərmişəm. Maraqlananlar girib orada baxa bilərlər ki, necə ayrılır, rahatlıqla ayrılır. İnşallah quruyandan sonra gələcək videolarımda onu sizə göstərərəm. Bu qədər. Mən sizinlə sağollaşıram. Bəyəndinizsə siz də bu qaydada hazırlayın. İnanıram ki, çox hoşunuza gələcək. Bu videonu bəyəndinizsə like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Hazırlayın, nuş olsun.